coğrafi enliyi. Ümumiyyətlə bu istənilən qitənin, materikin iqliminə təsir göstərən amildir. Demək, Avropanın iqliminə təsir göstərən amil oldu bunun coğrafi enliyi. Buraya daxil olan hava kütlələri, məsələn, tropikdir, arktikdir, mülayimdir. Küləklər Avropaya əsasən təsir göstərir, qərb küləkləri Ural dağlarına qədər. Sahilindən keçən cərəyanlar əsasən isti cərəyanlardır. Şimali Atlantika və Norveç isti cərəyanları. Bu cərəyanlar Avropa iqliminin qışda sərt soyuq keçməsinə mane olur. Eyni enlikdə yerləşdiyi Asiyanın ərazilərinə nisbətən Avropanın iqliminin qışı daha yumuşaq keçir. Səbəb burada isti cərəyanların olmasıdır. Bir də yoldaşlar, sahilinin girintili, çıxıntılı olması. Bilirsiniz ki, Avropa buzlaşmaya, 4-cü dövr buzlaşmasına məruz qalan qitələrdir. Ona görə onun sahilləri girintili, çıxıntılıdır və bu da onun iqliminə təsir göstərəcək. Avropa yüksək inkişaf etmiş bir qitədir, yəni burada inkişaf etmiş ölkələr çoxdur və buna görə də buranın iqlimi dəqiq öyrənilir. Və baxaq görək hansı iqlim qurşaqları var burada. Aralıq dənizi sahillərindən Barents dənizinə qədər, yəni buradakı adaları da nəzərə alsaq, hansı iqlimlər var burada? Subtropik, mülayim, subarktik, adalarında isə arktik iqlim formalaşmışdır. Subtropikin bilirsiniz ki, Avropada olacaq Aralıq dənizi iqlim tipi. Aralıq dənizi yağıntısı düşür qış aylarında. Temperatur qrafikində, diaqramında temperatur bunu mənfiyə düşməyəcək. Qışda temperatur təxminən 0-5 arası, 5-dən də bəzən yuxarı olur. Yayda isə temperatur 20-30 arası, 25-30 arası müşahidə olunacaq. Yayı isti, quru, qışı mülayim, rütubətli olacaq. Hansı ərazilərdir? Piriney, Apenin, Balkan yarımadaları, ada olaraq Yunanistana aid Kirit adası, İtaliyaya aid Siciliya, Sardiniya, Fransaya aid Balear, Korsika, İspaniyaya aid Balear adaları olacaq. Və həmin ölkələrində adı seçilən ölkələr, məsələn, Portuqaliyadır, İspaniyadır, İtaliyadır, Yunanistandır, Albaniyadır, Şimali Makedoniyadır, Serbiyadır. Bunların mütləq şəkildə paytaxtlarını əzbərləyərsiniz. Sonra, nisbətən şimalı qalxanda Qərbi Avropa. Qərbi Avropada olacaq mülayim dəniz iqlimi. Mülayim dəniz, yağıntısı nə vaxt düşür? İl boyu düşəcək. Amplitud burada aşağı olacaq. Yayı da mülayimdir, qışı da mülayimdir. Rütubətlənmə əmsalı vahiddən böyük olacaq. Amma Aralıq dənizində vahiddən kiçikdir rütubətlənmə əmsalı. Hansı ərazilərdir? Bretan yarımadası, İrlandiya, Britaniya, Almaniya, Polşa ovalığı. Hansı yarımadaydı bu? Yucatan Jutlandiya. Jutlandiya yarımadası Skandinaviyanın qərbi. Düşəcək mülayim dənizə. Eyni paytaxtları da burada saymalıyıq. Fransanın paytaxtı Paris, İrlandiya, Dublin, Böyük Britaniya, London, Belçika, Brüssel, Niderland veya Hollandiya, Amsterdam, Danimarka, Kopenhagen, Norveç, Oslo olacaq. Bunlar yerləşir mülayim dəniz iqlimində. İl boyu yağıntı, çayları il boyu bol sulu, çaylarının suvarma əhəmiyyəti olmayacaq, çünki zaten yağış yağır da. Və çaylardan nə kimi istifadə olunur? Gəmçilik məqsədini. Çünki düzən ərazidir, il boyu da yağıntı yağır bu ərazidə. Sonra yoldaşlar, gəldik Şərqi Avropaya. Şərqi Avropada olacaq mülayim kontinental. Qışda temperatur təxminən -10 dərəcəyə qədər düşəcək. Yayda isə müsbət 20 dərəcəyə qədər qalxacaq. Şərqi Avropa düzənliyi bütövlükdə mülayim kontinental iqlim tipinə düşür. Burada yerləşən ölkələr Rusiyanın Avropa hissəsi, paytaxtı Moskva, böyük şəhəri Sankt-Peterburg, ondan sonra Belarus, Minsk, Polşa, Varşava, Ukrayna, Kiyev, Latviya, Litva, Estoniya bu kimi ölkələr düşür mülayim kontinental iqliminə. Sonra yoldaşlar, gəldik şimal hissələrinə, Skandinaviyanın şimalı olacaq subarktik iqlim qurşağı, bir də bütövlükdə İslandiya ölkəsi. İslandiya Skandinaviyanın şimalı, şöyle subarktika. Subarktikdə yayda mülayim, qışda arktik hava kütlələri. Yayı mülayim rütubətli, qışı sərt soyuq olacaq. Yağıntılar düşəcək yayda, mülayim gələndə. Deyirsən abi mülayim rütubətli. Adalar isə düşəcək arktika. Və adalar hansıdır? Burada 3 əsas ada adı çəkəcəksən, diqqətli ol. Bir, Spitsbergen, məxsusdur Norveçə. Sonra
Novaya Zemlya və Severniya Zemlya yox, o Asiyada. Novaya Zemlya və Frans Yosef. Bunlar aiddir Rusiyaya, Arktik iqlimə düşür. Demək, 3 dənə burada önəmli adam var sənin. Spitsbergen Norveç, Novaya Zemlya, Frans Yosef isə Rusiya. Avropa qitəsinə aid adalardır bunlar. Severniya Zemlyadır, Novaya Sibirdir, Vrangeldir, Anjudur. Bunlar isə Asiyaya aiddir və bunlar da əlbəttə ki, Arktik iqlimə düşəcək. Bu oldu sən Avropa. Avropaya əsas yağıntı verdi, qərb küləkləri. Qərbdən şərqə doğru iqlim kontinentallaşır, yağıntının miqdarı azalır, amplitud artır. Yağıntı azalırsa demək bulutluluq da neynir? Azalır burada. Bulutluluq azalırsa düz radiasiyanın kəmiyyəti üstün olar, yoxsa səpəlindən neynir? Düz əlbəttə. Bulut azalır. Bulut yoxdursa düz radiasiya. Düz radiasiyanın kəmiyyəti burada üstün olacaq. Keçdik Asiyaya. Diqqətli ol Asiyada. Asiya görürsünüz ki, böyükdür. Həm şərqdən qərbə, həm şimaldan cənuba böyük məsafədə uzanan bir qitədir. Və bu böyüklüyünə görə bunun iqlimi də müxtəlifdir. Bunu haqqında belə deyəcəksən. Yeganə materikdir ki, Avrasiya və yaxud Asiya yeganə qitədir ki, şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşir. Digər elə bir qitə yoxdur ki, bütün iqlim qurşaqlarında yerləşir. Yenə də diqqətli ol sözümə. Şimalın bütün iqlim qurşaqlarında, dünyanın yox. Çünki burada Antarktik və subantarktik var. Onlarda yerləşə bilməz axı. Şimalın bütün iqlim qurşaqlarında yerləşəcək Asiya. Hətta Cənubun subekvatorunda da yerləşir. Bunun materikin, qitənin iqliminə təsir göstərən amillər hansılardır? Yenə coğrafi enliyi mütləq surətdə, hava kütlələri yenə burada da deyəcəksən və burada bir şeydə diqqətli olun. Daimi küləklərdənsə mövsümi küləklərin payı daha üstündür. Mussonlar. Çünki mussonların əsas məskəni Asiya olacaq. Baxaq görə indi hansı iqlim qurşaqlarına rast gəlinir Asiyada. Cənub subekvatorial. Yava adasının cənubu, Yeni Qvineyanın cənubu. Düşür cənub subekvatoriala. Yağıntısı düşəcək yayda. Hansı aylarda? Dekabr, yanvar, fevral. Çünki cənub yarımkürəsidir. Gəlir ekvatorial iqlim qurşağı. Hansı ərazilərdir? Şri-Lankanın cənubu, Sumatra, Kalimantan, Sulawesi, Yeni Qvineyanın şimalı, Filippinin cənubu, Malakka yarımadası. Düşəcək ekvatorial iqlim qurşağına. Ekvatorialdır, yağıntısı il boyu. İfrat rütubətlənmə. Yağıntının miqdarı 2000-3000 mm. Orta illik temperatur burada yüksəkdir, 24-28 dərəcə. Amplitud isə aşağıdır. Çünki yayı da istidir, qışı da istidir. Il boyu istidir da bura, isti və rütubətlidir. Hansı ölkələr? İndoneziya, paytaxtı Jakarta. Malazya, paytaxtı Kuala Lumpur. Ondan sonra burada inkişaf etmiş bir də balaca ada ölkə var. Singapur, bəli. Sonra burada Brunei ölçü olaraq. Brunei, Kalimantan'da Brunei. Malazya, Endonezya, Singapur, Brunei, Filippinin cənubu dedik. Yeni Qvineyanın şimalı, Şri-Lankanın cənubu düşəcək ekvatorial iqlimə. Gəldik yoldaşlar subekvatorial. Subekvatorial iqlim qurşağına aiddir Hindistan, Hindçin, Haynan, Tayvan, Filippinin şimal hissələri aid olacaq. Subekvator, yayda ekvatorial, qışda tropik ümumi deyirəm. Amma burada onu deyə bilmərəm. Çünki burada tropik iqlim qurşağı kəsilirdi. Ona görə Hindistan və Hindçinə uşaqlar tropik hava kütlələri təsir göstərə bilmir. Çünki bunun yuxarısı, bax burada xəritədə tam görünür. Subekvatorun yuxarısı subtropikdir. Subtropikdə gələ bilməz, o heç ara getmir. Subtropik keçiddir, belə bir hava kütləsi yoxdur. Tropik hava kütləsi var. Ona görə Hindistan və Hindçinin yayın rütubətli, qışın quraq keçmə səbəbi mussonlardır. Bəli, burada yayın rütubətli, qışın quraq keçmə səbəbi sadəcə olaraq mussonlardır. Demək, Hindistan paytaxtı Delhi. Hindistanda yerləşən Dekan yaylası, bu da subekvatora düşür. Bangladeş paytaxtı Dəkkə, çox tez-tezlərdə rast gəlir. Ondan sonra burada Hindçin yarımadası. Burada Vietnamdır, paytaxtı, neydi Vietnam? Hanoy, Laosdur, Taylanddır, Kambocadır, Myanmadır. Bu kimi ölkələr hamısı düşəcək
subekvatoriala və Çinin cənubu Tayvan adaları. Tayvan adasının 23.5 xətti kəssə də bu subekvatorial iqlim qurşağıdır. Demək, subekvatorial iqlim qurşağının sərhədi burada böyüyür. Subekvatorial iqlim qurşağı əsasən görürsən tropik işıqlanma qurşağıdır. Amma bu hissədə mülayim işıqlanma qurşağına qədər gəlib çıxır. Ona görə bizə desə ki, subekvatorial iqlim qurşağı tropik və mülayim işıqlanma qurşağında yayılır, bu doğru ifadə olacaq. Çünki burada mülayimə doğru keçir. Gəldik tropika yoldaşlar. Bir də burada deyim ki, Himalay dağlarının cənub ətəyi Serrapunci məntəqəsi subekvatorialda yerləşir. Və bu məntəqə dünyada, yəni yer kürəsində mütləq maksimum yağıntının müşahidə olduğu məntəqədir. Demək, mütləq maksimum yağıntı ekvatorial iqlim qurşağında yox, subekvatorial iqlim qurşağında müşahidə olunur. Himalayın cənubu, Serrapunci məntəqəsi. Səbəb də ki, əlbəttə burada musson küləklərinin qarşısını kəsməsidir Himalay dağlarının. Gəldik tropik iqlim qurşağına, yoldaşlar. Tropik iqlim qurşaqları iqlim qurşağı Asiyada tam zolaq yaratmır. Tar səhrasında mussonların təsiri ilə burada kəsilir, qırılır. Hindistan-Pakistan sərhədi, Tar səhrası. Bəs tropika hansı ərazilər düşəcək? Ərəbistan yarımadası, İran yaylasının cənubu və Tar səhrası düşəcək tropika. Asiyada tropikin yalnız səhrası formalaşır. Tropikin dənizi Asiyada olmayacaq. Bax, əksər materiklərin şərqində, əksər deyəndə, yəni Asiyadan, Antarktidadan və Avropadan başqa. Avropada ümumiyyətlə tropik yoxdur. Məsələn, Şimali Amerikanın şərqində, Cənubi Amerikanın cənub şərqində, Cənubi Afrikanın şərqində, Böyük su ayrıcı, yəni Avstraliyanın şərqində tropikin dənizi formalaşmışdır. Lakin Asiyada tropikin dənizi formalaşmır. Səbəb yenə də burada bunun kəsilməsi, mussonların burada təsiri olacaq. İspaniyaya düşmür. Nə var? İspaniyanın cənubundan tropik. Yox, tropik düşmür. Tropik Avropada ümumiyyətlə adım çəkir. Avropada, yox, xəritədə ola bilər təklif olsun. Demək, Avropada tropik iqlim qurşağı ümumiyyətlə yoxdur. Subtropikdən başlayır. Subtropik, mülayim, subarktik, aktiv. Tropik Avropada yoxdur. Demək, yoldaşlar, sonra gəldik subtropika. Tam zolaq yaradan iqlim qurşağıdır. Bax, tam zolaq yaradır. Amma tropikdir, subekvatordur, ekvatordur. Asiyada tam zolaq yaratmırdı. Tam zolaq yaradan iqlim qurşağıdır. 3 tipi burada müşahidə olunacaq. Türkiyə, Kiçik Asiya yarımadası, Cənub-Qərbi Asiyada subtropikin Aralıq dənizi, İran yaylası, Tibet yaylası, ondan sonra burada Mesopotomiya ovalıdır, subtropikin kontinentalı, Tibet yaylası dənizinin subtropikin kontinentalıdır. Böyük Çin düzənliyi, Koreyanın cənubu, Yaponiyanın cənubu isə olacaq subtropik musson. Aralıq dənizi haqqında bayaq danışdım. Eyni şeyləri burada deyirlər. Yağıntısı işdə düşür. Kontinental, buyur. Kontinental, subtropikin kontinentalı, subtropikin yeganə tipidir ki, burada temperatur diaqramda mənfiyə düşür. Amma digərlərində mənfiyə düşmür. Yağıntısı qış aylarında müşahidə olunacaq, fiziki aşınma burada üstün olacaq. Gəldik subtropikin mussonuna. Musson isə əlbəttə ki, yağıntısı düşəcək burada yay aylarında. Böyük Çin düzənliyi, Pekin, Şanxay, Cənubi Koreyanın paytaxtı Seul, Pxenyan, Şimali Koreyanın paytaxtı, hətta Yaponiyanın paytaxtı Tokyoda subtropikin mussonuna düşəcək. Çəltikçilik burada üstündür. Əsasən dəmiyə əkinçiliyi. Çünki burada yağıntı yayda düşür. İlin isti dövrü yağıntı düşürsə, dəmiyə əkinçiliyi burada üstün olacaq. Yoldaşlar, bu hissəyə baxsaq, mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağının əsasən biz dedik ki, Ural dağlarından Axot dənizinə qədər kəskin kontinentaldır. Qışı sərt soyuq, yayı qızmar isti olacaq. Mərkəzi Asiya, Turan ovalı, düşür kəskin kontinentala. Sonra burada gəldin təkləməkan səhrası, düşür kəskin kontinentala. Gobi yaylası, Qərbi Sibir, Orta Sibir, Şərqi Sibir, bunlar hamısı düşəcək mülayimin kəskin kontinentalına. Burada olan şəhərlərdən Qazaxıstanın paytaxtı, harada Qazaxıstan paytaxtı? Astana, Özbəkistanın paytaxtı, Daşkən, Monqolistanın paytaxtı, Ulan-Bator, bu kimi şəhərləri mütləq surətdə demək olar. Sonra yoldaşlar, şərqə doğru gəldikcə, burada əlbəttə ki, Skoti-Alin dağlarının şərqi, Sakhalin adası, mütləq bunu yadınızda saxlayın. Yaponiyanın şimalı olacaq, mülayimin
mussonunda. Burada bir dənə şəhər var, bunun adını mütləq yadınızda saxlayın. Rusiyanın şəhəri Vladivostok. Vladivostok düşəcək mülayimin mussonuna. Mülayimin mussonu ilə subtropik mussonunun fərqi odur ki, mülayimin mussonunda temperatur mənfiyə düşür, subtropikdə isə düşmür. Amma hər ikisinin yağıntısı yay fəslində müşahidə olunacaq. Kamçatka yarımadası. Çox diqqətli olun. Bu mülayimin dənizi. Bir də bunu yadınızda saxlayın ki, Kamçatka mülayimin dənizidir. Gəldik Asiyanın şimalına. Subarktik və arktik iqlim qurşaqlarıdır. Burada Çukot yarımadası, Yamal Qıdan Taymırın, Çukot bütövlükdə Yamal Qıdan Taymırın cənub hissələri subarktikdədir. Yamal Qıdan Taymırın şimal hissələri isə arktik iqlim qurşağında olacaq. Həmçinin bayaq dediyimiz adalarda burada olacaq. Severniya Zemlyadır, Novya Sibirdir, Vrangeldir, Anju adalarıdır. Bunlar düşəcək arktik iqlim qurşağına. Yoldaşlar, Sibirin sərt soyuq keçmə səbəblərindən biri də burada, bax, paralel istiqamətində dağ yoxdur. Ona görə şimaldan gələn arktik hava kütlələri rahatçılıqla Mərkəzi Asiyaya qədər gəlib çıxa bilirlər. Və ona görə bunun qışı sərt soyuq keçir. Şimalının düzənlik olması, şimalında paralel istiqamətdə dağların olmaması buna şərait yaratır. Sonra gəldik Avstraliya. Avstraliya ən quraq materik. Niyə ən quraq materik? Çünki 23.5 cənub tropiki tam bunun mərkəzindən keçir. Böyük bir hissəsi tropik iqlim qurşağındadır. Böyük bir hissəsində enən hava yüksək təzyiqdir bunun. Baxaq görək indi Avstraliyada hansı iqlim qurşaqları formalaşır. Subekvatorial, cənubun subekvatorialı əlbəttə ki, tropik, qərbi və mərkəzi tropikin səhrası, şərqi isə isti, şərqi Avstraliya cəryanının təsiri ilə tropikin dənizi formalaşmışdır. İndi burasına fikir verin, subtropika. Avstraliyanın cənub-qərbi Perth şəhəri, subtropikin Aralıq dənizi, cənubi Nallarbor düzənliyi, subtropikin kontinentalı, cənub-şərqi isə olacaq subtropikin bərabər rütubətlisi. Tasmaniya adasının şimalı subtropikin bərabər rütubətlisidir. Cənubu isə mülayimin dəniz iqlim tipi olacaq. Avstraliyada mütləq maksimum temperatur Darling çayının orta axınında müşahidə olunmuşdur. Qərbində və mərkəzində fiziki aşınma üstünlük təşkil edəcək əlbəttə. Çünki səhradır da. Hansı səhralar var burada? Böyük qumlu, Böyük Victoria, Hibson və Simpson. Böyük qumlu səhrası düşür mülayim işıqlanma qurşağına. İqlim qurşağı tropikdir. İşıqlanma qurşağı mülayim işıqlanma qurşağı olacaq. Arnhem